Düşündüm ki, necə gərəksiz insanları almışam həyatıma. Necə gərəksiz insanlar üçün özümü yormuşam. Sevmişəm, dəyər vermişəm, fədakarlıq etmişəm. Qarşılığını böyük vəfasızlıqlarla almışam. Amma indi çox aydın görürəm ki, mən yalnız özümü incitmişəm. İndi belə baxıram ki, hər kəs biriləri ilə bir yerdə çox xoşbəxtdir. Mən oturmuşam, zamanında etdiyim fədakarlıqların, apardığım mübarizələrin hesabını edirəm. Bir zaman sonra önəmli olmayan insanların narahatçılığını keçirirəm. Dəyibmi? Əsla. Kim harda xoşbəxt isə elə qalsın.